Peyğəmbərimiz buyurur. Buyurur, qızımla məşhur olacaq, qızım Zəhra ilə məşhur olacaq. Kim? Bir neçə qrup xanımlar. Xoş halınızda xanımlar, siz üçün deyirəm bu hədisi. Birinci qrup, İmraatun səbərət alə qeyrəti zovciha. O qadın ki, həyat yoldaşının qeyrətinə səbr eləyə bilir. Tuta belə deyə çox qısqancdır, bu səbr eləyib dözə bilir. 2. İmraatun səbərət alə su'i xulqiha. O xanım ki, həyat yoldaşının kobud rəftarlarına və pis əxlaqına dözə bilir. Xanım yaxşılıq eləyir, elə bu kobud, dözür. Peyğəmbərimiz buyurdu, bir xeyri budur qızım Zəhra ilə məşhursan. İkinci xeyri budur qəbir əzabından amandasan. Əlbəttə, mən sözüm kişiləri də olsa çıxışlarında demişəm, onlar düz etmirlər, bu cür nə edirlərsə. Yersiz.